Polad Bülbüloğluna qarşı şok ittiham var. Onu da Ramiz Mehdiyevlə əlaqələndirir və bağlayırlar. Söhbət nədən gedir? Bunu kim deyir, kim edir və əlində hansı əsaslar var bu mövzu ilə bağlı. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində kinonu və təkcə kinonu deyil, kinonu dağıdan Ramiz əmi ilə, yəni Ramiz Mehdiyevlə Respublikanın bütün kinoteatrlarını, o dövrdə Azərbaycanda yüzlərlə kinoteatr var idi. O kinoteatrları satan, kino obyektlərini dağıdan, kinostudiyanın hektarlarla ərazisini restoranlara, tikinti şirkətlərinə hədiyyə edən, Şıxovda keçmiş SSR-də dəniz çəkilişləri aparmaq üçün dəniz səviyyəsi ilə eyni olan yeganə çəkiliş hovuzunu basıb yeyən, hər rayonda, hər kənddə olan klubları, kitabxanalara rahatca həzm edib üstündən də su içən, hələ üstəlik Azərbaycanda mövcud olan 5000-dən artıq kino nümayişi avadanlıqlarını sehirli çubuğu ilə Nazirliyin balansından sildirən, kinoprokat kimi böyük bir strukturu ləğv edən, kinoprokatın müdirini işdən çıxara bilmədi deyə idarəni ləğv etdi deyir. Əmlakını işçə silən birinə nə düşüb görəsən kinoya pul ayrılmasının vacibliyindən danışır. Söhbət kimdən gedir və bu sözləri kim deyir? Qultaz xəbər verir ki, bu sözləri Rəşid Beyputov fondunun direktoru, tanınmış jurnalist Kamil Şahverdi, sabiq Mədəniyyət Naziri, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlunun açıqlamasına cavab olaraq qeyd edib. Deyib, bir neçə gün bundan qabaq işbaz, dələduz, oğru Şvitkoy Azərbaycanla mədəni əlaqələrin yenidən qurulmasının mümkünlüyündən danışırdı. Ramiz əmi vurulandan sonra qeybə çəkilənlərə bir mesaj idi bu deyəsən. Bunlar da yavaş-yavaş baş qaldırmağa başlayıblar. Yəqin ki, Moskvadan göstəriş alıblar. Və başqa bir səbəb isə oydu ki, gələn il millətimizi aşağılayan Qorxma Mən Səninləyəm filminin 3-cü hissəsini çəkmək keçir xəyallarından. Yenə bizim pulumuza bizi aşağılamaq istəyirlər. İnanın ki, bunları milli mədəniyyətimiz, incəsənətimiz, kinomuz, teatrımız, ədəbiyyatımız, musiqimiz, rəngkarlığımız qətiyyən düşündürmür. Yalnız və yalnız şəxsi maraq və Moskvadan gələn tapşırıq olanda səsləri çıxır. Yoxsa bunun bu ahıl yaşında nə vecinədir ki, gələn il kinoya pul ayıracaqlar ya yox. Kamil Şahverdi bilirsiniz ki, hər zaman bu məsələdə Polad Bülbüloğlu ilə intriqası olan, yəni daha dəqiqcə Polad Bülbüloğlu ilə çarpışan və davamlı olaraq onların arasında bir gərgin münasibətlər olub zamanında və indi də bu davam etməkdədir və xatırlatmaq istəyirəm ki, Kamil Şahverdinin bu cümlələri deməyə bir şey səbəb olub. Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Polad Bülbüloğlu parlamentin bir neçə komitəsinin dünənki iclasında Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı kino sahəsinə pul ayrılmamasına etiraz edib. Kamil Şahverdi isə onu konkret faktlarla ittiham edib və bunların arxasındayam deyir bu faktların və əslində Azərbaycanın kinosunu dağıdıb, Ramiz Mehdiyevlə, indi Ramiz əmisi ilə birlikdə Respublikanın bütün kinoteatrlarını dağıdıb, satıb, kino obyektləri dağıdıb, kinostudiyanın hektarlarla ərazisini restoranlara və tikinti şirkətlərinə isə hədiyyə edib və arxasında isə bir çox əməllərini bir-bir sadalayır. Yəni, əslində bəzi çoxumuz unutmuşduq Polad Bülbüloğlu adını, amma bu məsələ ilə bağlı Kamil Şahverdinin dediyi ittihamları da yaddan çıxarmamaq lazımdır. Bu sahəni bilir, kino sahəsini bilir və indi Polad Bülbüloğlunun birdən-birə Azərbaycanın kinosuna da pul ayrılmalıdır deməsini yada salaraq bugünə qədər onun mədəniyyət naziri olduğu zamanda Azərbaycan kinosunun evini necə yıxdığını, necə ağlar qoyduğunu faktlarla diqqətə çatdırır Kamil Şahverdi və deyir ki, vaxtdan bu işlərin hamısını Ramiz əmisi ilə birlikdə görmüşdür. Ramiz əmisi vurulandan sonra bir müddət səsi demək çıxmırdı. İndi birdən-birə səsi çıxmağa başladı. Və herhalde Kamil Şahverdinin bu sözlərini diqqətə almaq lazımdır dəyərli izləyicilər. Onun bu məsələ ilə bağlı məlumatları, ittihamlarının arxasında hansı məqamlar var, hər hansı bir sübutu varmı? Bunları da təbii ki, demək araşdırmaq lazımdır. Bu proses davam etdiyi müddətcə Ramiz Mehdiyevin yaratdığı dövlət şurası, 50 nəfərlik dövlət şurası deyilən o şura ilə bağlı müzakirələr intensivləşdiyi bir zamanda heç şübhəsiz ki, bu məsələ kifayət qədər aktuallıq qazanan məsələlərdəndir.